+1 yoxsa Amélie? Elə iki ən məşhur fransız filmi ilə başladıq ki, mən Amélie-ni daha çox bəyənirəm, amma 1+1 də təbii ki, insanlar tərəfindən çox sevilir. Amélie yoxsa The Artist? The Artist Oscar da qazanıb, amma mən düşünürəm ki, Amélie daha yaxşı filmdir. Amélie ilə davam eləyək. Amélie yoxsa Mavi ən soyuq rəngdir? Mavi ən soyuq rəngdir. Cannes-da 2013-də udmuşdu və sonra xeyli müzakirələr səbəb olmuşdu. Mən indidən baxanda düşünürəm ki, Amélie daha yaxşı filmdir və daha təsirli filmdir. Amélie yoxsa Bədənimi itirdim? I Lost My Body çox gözəl animasiya filmlərindən biridir. Son 10 ildə çəkilən bəlkə də ən yaxşı animasiya filmlərindən biridir, amma Amélie daha yaxşıdır. Amélie yoxsa Geri dönüşü olmayan? Irreversible çox belə insanlar tərəfindən qarşılanmışdı, belə etirazlarla, çünki onun məşhur bir dənə belə zorlama səhnəsi var. Təəssüf ki, film onunla məşhur olub. Maraqlı filmdir. Gaspar Noé'nun belə ən populyar filmidir, amma mən düşünürəm ki, Amélie daha yaxşıdır. Amélie yoxsa Titan? Amélie daha yaxşıdır. Titan o qədər də yaxşı film deyil. Amélie yoxsa 8 qadın? Maraqlı detektiv axtaranlar bu filmi izləyə bilərlər, amma Amélie qədər yaxşı film deyil. Amélie ilə davam edək. Amélie yoxsa Holy Motors? Holy Motors Leo Carax'ın filmidir və surreal bir filmdir. Tövsiyə edirəm izləməyi. Holy Motorsla davam edək. Holy Motors yoxsa Petit Maman? Petit Mamanı mən çox sevirəm. İki uşağın bir-birləri ilə yaxın münasibəti haqqındadır, amma başqa bir hekayəsi də var gizlində, amma Holy Motors daha yaxşı filmdir. Holy Motors yoxsa Chi? Mən düşünürəm ki, Holy Motors daha yaxşı filmdir. Holy Motors yoxsa Amour? Bu da fransız, yəni fransız deyəndə, yəni ümumiyyətlə dünya kinosunun incilərindən biridir. Mənə elə gəlir ki, Amour filmi biraz daha yaxşıdır, daha təsirlidir. 2 yaşlı insanın başına gələn də orada əfsanəvi Jean-Louis Trinant oynayır. Amourla davam edək. Amour yoxsa Yıxılmağın anatomiyası? Yıxılmağın anatomiyası 2 il bundan qabaq Cannes qazanmışdı və xeyli insanlar tərəfindən də sevildi, amma Amoura çatacaq qədər yaxşı film deyil, amma yaxşı filmdir, mütləq izləyin. Amour yoxsa Alovlanan qadının portreti? Bu da Celine Sciammanın növbəti filmidir. Mən Amourun daha yaxşı film olduğunu düşünürəm, amma gözəl bir 18-ci əsrdə keçən və bütün səhnələri belə sanki bir portretdən çıxıbmış, sanki bir rəssamın əlindən çıxıbmış kimi bir film izləmək istəyirsə, bu filmi izləyin. Amour yoxsa Gizli? Gizli də Michael Haneke'nin növbəti filmidir. Mən düşünürəm ki, Michael Haneke'nin 3 ən yaxşı filmindən biri eləməz. Bu Gizlidir, çox təsirli, çox güclü bir filmdir. Həm də eyni zamanda o burjuaziyanın o günahkarlıq hissini bu film çox yaxşı işləyir. Ona görə Gizliyini seçirəm, Gizli ilə davam edək. Gizli yoxsa Toplayıcılar? Toplayıcılar mənim çox sevdiyim rejissor Agnes Vardanın 2000-ci ildə çəkdiyi çox maraqlı bir peşə haqqında olan dokumentaldır. Mən bu filmi çox sevirəm, amma düşünürəm ki, Gizli daha yaxşı filmdir. Ümumiyyətlə 21-ci əsrdə çəkilən mənə elə gələn yaxşı film elə Gizlidir. İzləməmisinizsə izləyin. Bu arada unutduğumuz 21-ci əsrdə çəkilən filmlər varsa, rəydə yazın, düşüncələrinizi gözləyəcəm. Özünüzə yaxşı baxın.